Və ekonomik, ölkə və dünya iqtisadiyyatında baş verən xəbərləri təqdim etməsi üçün qonşu studiyada olan həmkarım Rasim Şərifova bağlanırıq. Salam Rasim. Hər vaxtın xeyir olsun. Rasim, iqtisadi aləmdə nələr baş verir? Günel, bugün hökumətdə əsas diqqət 2015-ci ilin dövlət və icmal büdcəsinin hazırlanmasına yönəldir. İlk xəbərimiz belə olacaq. Təbii ki, digər xəbərlərimiz var və bizə ayrılan vaxt ərzində bu xəbərləri təqdim etməyə çalışacağıq. Buyurun, söz sizdədir. Beləliklə efirdə Ekonomiksdir. 2015-ci ilin dövlət büdcəsi və icmal büdcə ölkə iqtisadiyyatında əldə olunan nailiyyətlər eyni zamanda dünya iqtisadiyyatında müşahidə olunan meyllər nəzərə alınmaqla tərtib olunub. Nazirlər Kabinetindən bildiriblər ki, layihə hazırlanarkən xalqın maddi rifahının daha da yaxşılaşdırılması, ölkənin müdafiə qüdrətinin artırılması, iqtisadi, enerji, ərzaq təhlükəsizliyinin təmin edilməsi, habelə dövlət büdcəsinin sosial və investisiya yönümlü olması məsələləri xüsusi diqqət yetirilib. Qeyd edək ki, 2015-ci ilin dövlət büdcəsi və icmal büdcə layihəsi Prezident İlham Əliyevə təqdim olunub. Rəsmi Bakı 2021-ci ildə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron yatağında qaz kondensat sahəsində inkişaf proqramının icrasına başlayacaq. Avropanın məşhur National Gas Europa saytı belə məqalə dərc edib. Nəşr Azərbaycanla Bolqarıstanın Bulqartransqaz və Bulqarqaz şirkətləri arasında bağlanan iki yeni müqaviləyə də münasibətini bildirib. National Gas Europa hesab edir ki, razılaşma iki ölkə arasında təkcə enerji sahəsində deyil, iqtisadiyyatın digər sahələrində də əlaqələrin daha da güclənməsinə təkan verəcək. Bildirilib ki, Azərbaycan öz qazının iri istehsalçı olmaq üçün iri addımlarla irəliləyir. İndi xarici xəbərlərə nəzər yetirək. Ümumdünya Ticarət Təşkilatı 2015-ci il üçün dünya ticarətinin inkişafı proqnozunu 5,3%-dən 4%-ədək aşağı salıb, qurum 2014-cü il olan proqnozlarının da 3,1%-ədək enməsini qeyd edib. Beynəlxalq qurumlar ümumdaxili məhsulun artımı ilə bağlı proqnozlarına yenidən baxmalı oldular. Bu ilin ilk yarısında iqtisadi inkişafın artım templəri hamıda məyusluq doğurdu. Öncədən verilən proqnozların heç biri özünü doğrultmadı. Dünya ticarətinin inkişaf tempi bu il üçün 4,7% proqnozlaşdırıldığı halda yalnız 3,1% artım nümayiş etdirdi. Bu göstərici gələn ilk proqnozlara da korrektə edilməsinə səbəb oldu. Biz proqnozları birdən-birə 1,3% aşağı salmağa məcbur olduq. Bu da son dəyərləndirmə deyil. Fransanın Total şirkəti Rusiyanın Lukoil şirkəti ilə birgə layihələrini dayandırmağa məcbur olub, səbəb Rusiyaya tətbiq edilən sanksiyalardır. Lukoil məsələyə hələ ki heç bir şərh vermir. Qeyd edək ki, hər iki şirkət Qərbi Sibirin neft yataqlarından şist nefti hasil etmək barədə birgə əməkdaşlıq aparmalı idilər. Doğrudur, layihə üzrə birgə əməkdaşlıq çərçivəsində işlər hələ başlamayıb və bu səbəbdən layihənin dayandırılması Totala elə də ciddi zərər gətirməyib. Sözün doğrusu sanksiya siyasətinə qarşıyıq. Hesab edirik ki, biznesi siyasətə görə cəzalandırmaq düzgün deyil. Siyasi problemləri siyasi yollarla həll etsələr daha yaxşı olardı. İndi isə neft birjalarındakı tendensiyaya nəzər yetirək. Hazırda neft bazarında mənfi dinamika gözə çarpır. Amerikanın New York əmtəə birjasında iraca çıxarılan light neftin bir bareli $91,52 sentə təşkil olunur. London birjasındakı Brent neftin qiyməti isə $96,64 sentə enib. Metallar bazarındakı vəziyyəti qənaətbəxş hesab eləmək olar. Qızılın qiymətində artım qeydə alınıb. İndi onun bir unsiyasının qiyməti $1223 yaxınlaşıb. Gümüşün qiymətində də yüksəliş hiss olunur. Bu metal hazırda $17,79 sentə satılır. Platinin qiyməti $1331 hazırda. Palladium, mis və alüminium da bağlaşan metallar sırasındadır. Amerikanın aparıcı fond birjalarında səhmlər yaşıl zonadadılar. Avropa birjalarında isə dinamika bugün mənfidir. Qrafikadan da göründüyü kimi həm Almaniyanın DAX-ı, həm də Böyük Britaniyanın FTSE 100-ü nəzərə çarpacaq eniş ediblər. Yaponiyanın Nikkei 225-i də ucuzlaşan səhmlər sırasındadır. Amerika Birləşmiş Ştatları dolların digər valyutalara nisbətdə möhkəmlənməsi davam edir. Vahid Avropa valyutası
tam %29 səviyyəsini fəth etməyə can atsa da buna nail ola bilmir. Əsas səbəb kimi Almaniyadakı istehsal indeksinin aşağı düşməsi göstərilir. Mütəxəssislər dolların belə inamlı görünməsini digər amillərlə də izah edirlər. Bura Avrozonada inflyasiyanın aşağı düşməsi səbəbindən bu ölkələrin mərkəzi banklarının qeyri-standart siyasət aparması səbəblər sırasındadır. Böyük bankın analitiklərinin fikrincə bu ilin sonunadək avro-dollar növbəti 1.25, 2015-ci ildə isə 1.18-ədək aşağı düşəcək. Dollar-yen nisbəti isə müvafiq olaraq 112 və 120-ədək artacaq. Bu saat isə avro-dollar 1.28.56-ya mübadilə olunur. Dollar-yen 108.54, funt sterling dollar 1.64.11-ə bərabərdir. Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta məzənələri dollar 78 qəpik yarım, avro 1 manat, Rusiya rublu 2 qəpik, Türk lirəsi isə 35 qəpikdir. Bu gün olan xəbərlərimiz bu qədər günə. Söz yenidən sənindir. Təşəkkür edirəm.